Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, bugünkü mövzumuz iş dəftərindən 3 tərəfinə görə üçbucağın qurulması mövzusudur. Pərgarımız da burada hazır, gözləsin. Çünki elə tapşırıqlarımız olacaq ki, biz onları pərgarla üçbucaqları quracaq. Dərs izahında elə tapşırıqlar üzərindən qeyd edəcəm. Deyir, tərəfləri verilən uzunluqlu parçalar olan üçbucaq varsa doğru işarəsi, yoxdursa səhv işarəsi ilə qeyd et və fikrini əsaslandır. Bizə verilib 5 sm, 5 sm və 10 sm. Yəni üçbucağın uyğun olaraq 3 tərəfi olduğuna görə 3 uzunluq verir. 5, 5 və 10 sm. Biz bunlardan, bizə verilən qiymətlərdən, bizə verilən uzunluqlardan üçbucağın qurulmasının necə bilə bilərik ki, bu üçbucaq qurula bilər, yoxsa qurula bilməz. O zaman deyirik. Özüm asta-asta izah edirəm ki, daha yaxşı yadınızda qalsın. Deyirik ki, verilən tərəflərdən ən böyüyü götürülür. Verilən tərəflərdən ən böyüyü götürülür. Buradakı verilən tərəfin ən böyüyü 10 sm-dir. Ən böyüyü digər iki tərəfin cəmindən kiçik olarsa, deməli mən üçbucağı qura bilirəm. Təkrar edirəm. 3 dənə tərəf verilir. Ən böyüyü götürülür. Ən böyüyünü verilən digər iki tərəfin cəmindən kiçik olmalıdır. Yəni 10 kiçik olmalıdır. Bu 5 plus 5-in cəmindən. Burada baxıram ki, burada 10-dur, burada 10-dur. 10 10-a bərabərdir. Deməli bu qurula bilməz. Mən bura o cümləni yazım bir dəqiqə. Cümləni də bura yazdım. Verilən tərəflərdən ən böyüyü digər iki tərəfin cəmindən kiçik olmalıdır üçbucaq qurulması üçün. İndi gəlin bir-bir hamısını yoxlayaq. Ən böyük tərəfi 7-dir. Baxırıq, kiçik işarəsi qoyuruq, 6 üstə gələk 4. Baxırıq ki, 7 kiçikdir 10-dan. Bəli, 10 çünki daha böyükdür. Yazdıq. Deməli, bu olar. Üçüncüsü C-də. Ən böyüyü 8 götürək. 8 yazırıq kiçikdir. 2 üstə gələk 8-dən. 8 əlbəttə ki 10-dan kiçikdir. Ona görə bu da doğrudur, bu da olur. D variantında 17-ni götürür. 17 kiçikdir. 9 üstə gələk 8-dən. 17 yazırıq kiçikdir. 9-un 8 gəldi, onsuz da 17-dir. 17 17-yə bərabərdir. Deməli, bunda qurmaq olmaz. Y variantında ən böyüyü 10 sm-dir. 6,1 üstə gələ 5,6. 10 kiçikdir. Hesablayaq, ona görə özüm yazıram, sonra qeyd edəcəm. 11,7. 10 kiçikdir 11,7-dən. Bu da doğrudur, bu da ola bilər. Və sonuncusuna baxaq. Ən böyüyü 6-dır. 6 kiçikdir 3,2 üstə gələk 3,8. 6 deməli kiçikdir 7-dən. 6 7-dən kiçik olduğuna görə bu da bu şəkildə olur. Verilən iki bucağına görə üçbucağın üçüncü bucağını tap. Üçbucağın tərəfləri və bucaqlar arasındakı münasibətə əsasən boş xanalara müvafiq dərəcə ölçülərini yaz. Biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Burada fikir verirsinizsə 50 ilə 70-i bizə verir. Biz buradan taparıq ki, 180 çıxılsın 50 üstə gələk 70 bərabərdir. 180 çıxılsın 120 bərabərdir 60 dərəcə. Yəni bu üçüncü tərəfimiz bizim olur 60 dərəcə. Fikir versəz deyir AB kiçikdir AC-dən, AC də kiçikdir BC-dən. Deməli ən böyüyümüz BC-dir. Yəni BC 70 dərəcədir, AC-miz 60 dərəcədir, AB-miz də 50 dərəcədir. AB 50 60-dan kiçik, 60 da 70-dən kiçikdir. Yəni gəlin burada baxaq görək hansı tərəflərinədir. Baxırıq AB-yə. AB tərəfindəki bucağı 50-dir. AB tərəfinin qarşısındakı bu hissə olur 50 dərəcə. AC 60-dır. AC-nin qarşısındakı tərəf bu olur 60 dərəcə. BC də 70-dir. BC-nin qarşısındakı da yəni olur bu şəkildə. Deməli, bucaq A 70-dir, bucaq B 60-dır, bucaq C 50-dir. Digərinə keçirik. Yenə
Biz bilirik ki 180 dərəcəyə bərabərdir. 180 çıxılsın. 42 üstə gələk 53. 180-dən də biz deməli 95-i çıxanda edəcək 85. Bu üçüncü tərəfimiz bizim oldu 85. Yenə eyni qayda ilə AC ən böyüdür. BC ən kiçiyidir. Ortada da elə 53 qaldı. Gəlin indi üçbucağın içərisindəki yəni bucaqlarını yazaq. Baxırıq BC-yə. BC-nin qarşısındakı A-dır. Ona görə A olur 42. AB 53'dür. AB'nin qarşısındakı C'dir. C olur 53 dərəcə. AC-nin qarşısındakı da B'dir. Bu da olur 85 dərəcə. Və sonuncusu 180 çıxılsın 58 üstə gələk 62 bərabərdə 180 çıxılsın 120-yə. Bu da edəcək 60 dərəcə. Yazdıq 60 dərəcə. AC-miz 62-dir. 58 ən kiçiyi. BC-miz də 60 dərəcə. AB 58-dir. AB-nin qarşısı 58. BC-nin qarşısı 60 dərəcə. AC-nin qarşısı 62 dərəcə. AC-nin qarşısı bu hissəmizdə oldu 62 dərəcə. Bu qədər sadə. Deyir ki, uyğun üçbucağı çək və suala cavab ver. Oturacağı AB olan ABC bərabər yanlı üçbucağında A bucağı 65 dərəcədir. Bu üçbucağın kiçik tərəfini tapın. Burada mən sadəcə belə bölsəm, ikisini də yazım ki, görəsiniz. Sanki elə bilin ki, bunlar bərabər yanlıdır. A, B, C. Deyir, oturacağı AB olan. Oturacaq AB deyir. Yəni, bunların yerini dəyişək. Oturacağımız AB'dir. Bura C nöqtəsi oldu. Oturacağı AB olan ABC bərabər yanı üçbucağında A bucağı 65 dərəcədir. Bura 65 dərəcədir. Bu üçbucağın kiçik tərəfi hansıdır? Biz bilirik ki, bərabər yanlıdırsa, oturacağı bitişik bucaqlar bərabərdir. A 65-dirsə, deməli burada 65-dir. Mən bu üçbucağın C-ni tapmaqdan ötürü 180-dən çıxmalıyam 65 üstə gələk 65-i. O da bərabər eləyər 50 dərəcəyə. Deməli C 50 dərəcə oldu. Bu üçbucağın kiçik tərəfi hansıdır? Kiçik tərəfi hansıdır? Yəni ən kiçik hansıdır? C-dir. C-nin də qarşı tərəfi hansıdır? AB. Yəni tərəfi ən kiçik tərəfi AB hissəsidir. Sonra, yəni oturacağı deyir ki, LK-dır. Yəni buralı, bura K yazaq, M-dir. Söhbət gedir. L, M, K. M ortadakı 2-dir deyə, ortadakı 70 dərəcədir. Yəni M 70 dərəcə verir bizə. M 70 dərəcədir. Sonra deyir ki, üçbucağın hansı tərəfi ən böyük, hansı tərəfi ən kiçikdir. Mən buranı bilmirəm, X, X-dir. Yəni yazıram 2X üstə gələk 70 bərabərdir 180-ə. Buradan da mən X-i tapıram ki, 55-dir. Burada yazırıq 55, burada yazırıq 55. Ümid edirəm ki, aydın görünür sizə. Sonra deyək ki, üçbucağın hansı tərəfi ən böyükdür? Ən böyük əlbəttə ki, LK-dır. Ən böyük LK-dır. Sonra deyək ki, hansı tərəfi isə ən kiçikdir? Ən kiçik tərəflər isə M. K ilə LK. Çünki baxın, necə göstərim sizə. MK 55. Bax, MK 55'dir. ML 55'dir. ML. ML ilə bax, bunlar ən kiçikdir. Belə yazım ki, sizə rahat olsun. Bu da ən böyükdür. Bax, bu şəkildə. Dördüncü, hər bir üçbucaq üçün bucaqlar arasındakı münasibət və tərəflərin uzunluğu verilib, uyğunluğu müəyyən etməliyik. Baxırıq ki, 1 kiçikdir 2-dən, 2 də kiçikdir 3-dən. Deməli, ən böyüyümüz 5-dir. Sonra bu 3-dür, bu da 4-dür. 3 4-dən kiçikdir, 4 də 5-dən kiçikdir. Həmən uyğun tərəfləri bir-bir yazmalıyıq. 3-ün qarşısında 5 dayanıb, yəni 3-ün qarşısında 5 dayanır. Bu şəkildə. 2-nin qarşısında 4 dayanır, 1-in qarşısında 3 dayanır. Digər tərəfə keçir. Bura olur 5, bura olur. Deməli, ən kiçiyi 2, bura olur 4. 1-in qarşısındakı 5-dir. 2-nin qarşısındakı 4-dür. 3-ün qarşısındakı 2-dir.
uyğun olaraq bura 4 olur, bura 3 olur, bura 2 olur. 2 3-dən kiçik, 3 də 4-dən kiçikdir. 3-ün qarşısındakı 4-dür. 1-in qarşısındakı 3-dür. 2-nin qarşısındakı da 2-dir. Və gəldik çıxdıq ən sevdiyim hissəsinə. Nə deyir bizə? Deyir ki, tərəfləri 2 sm, 4 sm və 5 sm olan ABC üçbucağını çəkmək üçün verilən alqoritmdə boş yerləri tamamla, pərgərdən istifadə etməklə ABC üçbucağını qur. Gəlin indi bunu bir-bir alqoritmləri yazaq. Sonra burada şəkildə mən sizə qəşəng göstərəcəm ki, necə qururuq. Deyir ki, həmişə çalışın AB tərəfin böyük tərəfi götürün. Deyir, yazırıq. 5 sm uzunluqlu AB parçası çək. Mərkəzi A nöqtəsində radiusu 2 sm olan çevrə çək. Mərkəzi B nöqtəsində radiusu 4 sm olan çevrə çək. Çevrələrin kəsişmə nöqtələrindən birini qeyd et. Bu nöqtəni A və B nöqtələri ilə birləşdir. İndi mən göstərəcəm ki, bu nə deməkdir. Gəlin indi burada quraq. İndi söhbət nədən gedir? Baxın uşaqlar. Biz nə deyirik? Burada qurduğumuz, dediyimiz cümlələri şəkildə tətbiq eləyəcəyik. İndi mən sizə göstərəcəm burada. Bir-iki dəfə üzərindən də keçəcəm ki, tam aydın siz başa düşəsiniz. Deyir 5 sm uzunluqlu. Xəttkeşimi qoyuram. 5 sm çəkirəm. İndi burada da elə eyni olub. Mən o dairə formalarını, çevrəni çəkdiyim zaman qalan tərəfləri siləcəm. 5 sm qoyduq, çəkdik. Yazırıq bura A, bura B. Oldu 5 sm. Mən onsuz da deyir 5 sm. Mərkəzi A nöqtəsində radiusu 2 sm. Pərgərimizi götürürük. Bu iynə tərəfi, burada karandaş. Bunun bu forması da var. Qoyun digərini göstərim sizə. Birdən deyirsiniz ki, bizdə belə deyil, yəni başqa formasıdır. Bunun başqa forması da olur. Deyək. Bunun bu forması da olur. Siz özünüz içərisinə karandaşa da qoyub yaza bilərsiniz. Bax, bu şəkildə. Sizdə hansı varsa ondan istifadə edə bilərsiniz. Məndə elə hazır olanı da var deyə bundan istifadə etdim. Burada oyalı reklam ola bilərdi. Neyse. Davam edək. A nöqtəsinin radiusu 2 sm. Xəttkeşimizi burada görürsünüz. Gətiririk 2 sm-mizi burada ölçürük. Biraz bunu genişləndirək. Baxırsınız. İndi ola bilər 1 mm, nə bilim 0,5 mm səhvlik ola bilər. Sadəcə sizə yolunu mən göstərməyə çalışıram ki, necə yazırıq. Xəttkeşimizi qoyduq bura. Ölçdük 2 sm deyir. Ölçdüm, bunu belə saxladım. Bu iynə olan tərəfi gətirib qoyuruq A nöqtəsinə. Çünki cümləm A nöqtəsindədir. Mərkəz A nöqtəsində. Mərkəzim buradır. Bunu belə qoyduğum zaman bu formada çevrə çəkirəm. İstəsəz tam çevrədə çəkə bilərsiniz, istəsəz yarım çevrədə çəkə bilərsiniz. Bax, bu formada bunu çəkdik. Bura yazıram mən 2 sm olan hissəki qarışdırmayayım. Sonra mərkəzi B nöqtəsindən 4 sm çəkəcəm. Yenə pərgərimi gətirirəm, 4 sm-ə tənzimləyirəm. Sizə göstərməkdən ötürü özüm videonu dayandırmıram. Hamısını tam şəkildə göstərmək istəyirəm. Bax belə, bu da oldu 4 sm. Yenə iynə tərəfi mərkəzim gətirirəm. Bu şəkildə qoyduq. Yenə başlayırıq dairə çəkməyə. Yenə dediyim kimi bunu istəsəz tam çevrədə çəkə bilərsiniz, istəsəz də yarım çevrədə çəkə bilərsiniz. Bunu buradan silim ki, qarışdırmasın. Cümlədə nə deyildi? 4 sm olanı da çəkdim. Çevrələrin kəsişmə nöqtələrindən birini qeyd et. Kəsişmə nöqtəsi bax bu hissədir. C nöqtəsi qeyd etdim. Bu nöqtəni A və B nöqtələri ilə birləşdir. Xəttkeşin köməkliyi ilə gətirib birləşdirirəm. Fikir verirsiniz 4 sm. Onsuz da buranı 4 sm demişdi. Buranı da göstərim sizə. 2 sm. Həqiqətən də doğru almışıq. Bax, bu şəkildə qurulur.
Bu quruldu. İndi isə keçək növbəti 6-cı tapşırığımıza. Çox maraqlı və gözəl dərsdir. 6-cı. Xəttkeş və pərgərdən istifadə etməklə tərəfləri verilmiş uzunluqda olan üçbucağı qur. Gəlin yenə quraq. Bax, indi burada özü artıq sənə deyir. Deyir ki, AB 2 sm-dir. Gəlin quraq. AB-yə belə ortadan tam götürək. 2 sm. Yazırıq. Bura A yazaq, bura B yazaq. 2 sm. B'si, çünki S nöqtəmiz bu hissədə olacaq. Siz bunu aşağı hissədə də qura bilərsiniz. Heç bir fərqi yoxdur. Amma adətən yuxarı hissədə qurulanda daha rahatdır. Yəni S nöqtəsi deyir BC. BC buradan söhbət gedir 3 sm-dir. Gəlin tapaq. 3 sm isə mən pərgərimi 3 sm-ə tənzimləyirəm. Bu şəkildə. Yenə iynə tərəfin bu hissəyə qoyuram. 3 sm deyirdi. Çevrəmi çəkirəm. Çəkdik. Buraya yazırıq 3 sm. İndi gələk AC-ni 2,5 deyir artıq. Tənzimləyək 2,5-ə. Yine dediyim kimi 1 mm, 0,5 mm kimi səhvliklər ola bilər. Mən sizə sadəcə yolunu göstərirəm. Siz özünüz daha dəqiqliklə dəftərinizdə çəkə bilərsiniz. Bunu qoyduq bu şəkildə. İndi əlim düşəcək. Bir dəqiqə mən bunu çəkim. Bax bu şəkildə. Bunu da çəkdik. Burada 2 sm, 2,5 sm. Kəsişmə nöqtəmiz S nöqtəsi qeyd edək. İndi bunları biz birləşdirək. Baxaq görək həqiqətən də doğru almışıq, almamışıq. 2,5 və 3. Bəli, doğrudur. Keçdik növbətiyə. İndi dediyim kimi özüm videonu dayandırmıram ki, hər şey sizə daha rahat olsun. AB 5 sm verir. Gəlin çəkək 5 sm-imizi. Məncə bu mövzu ilə bağlı artıq heç kimin sualı olmaz. Yetəri qədər geniş izah verilir. AB-ni 5 sm verdi. BC 3,5 sm verir. BC 3,5. O qədər çəkmişəm, artıq pərgərin tam tuta bilirəm mən. 3,5 yenə qoyuruq iynə olan yerinə. Tam çevrədə çəkə bilərsiniz, yarım çevrədə çəkə bilərsiniz. Heç bir fərqi yoxdur. Buranı 3,5 sm, AC-ni də 4 sm verir. AC-ni də 4 sm. Bunu da çəkirik. İynə ucun olanı mərkəzimə qoyuram, A mərkəzimə və çevrəmi çəkirəm. Yenə deyirəm, özüm tam çəkmirəm ki, digər tərəfə də düşməsin. Burada oldu 4 sm. S-ni qeyd etdik. Gəlin birləşdirək həmin tərəflərimizi. Mən bunu çəkim. Siz buradan görəsiniz. Yine ölçsək 3,5 tamına bu da 4 cm. Əla. Bu da bu şəkildə oldu. Belə bunu istəyirsiniz. Beləyim ki, sizə daha səliqəli görürsün. Sonra 7-ci sualda burada uşaqlar. Xəttkeş və dir pərgərdən istifadə etməklə şərtə uyğun üçbucağı tamamla və bucaqlarına görə növünü yaz. Eyni tapşırıqdır, tapşırıq olmağına santimetrlər olaraq. Sadəcə burada ikisində də BC verir. Ola bilsin ki, çox güman ki, burada çap səhvi var. Çünki biz bilirik üçbucağın 3 dənə tərəfi olur. AB, BC, bir də AC. Və burada AC-ni qeyd eləməyiblər. Ona görə bu elə buna uyğundur, yəni. Pərgərdən istifadə etməklə də yenə dediyim kimi qiymətləri hamısında eynidir. Sadəcə burada yəqin ki, nəsə çap səhvi olub.
Keçdik 8 uşaqlar. Tərəfləri verilən uzunluqlu parçalar olan bərabər yanlı üçbucaq qurmaq olarsa, qurmaq olması işarəsi ilə qeyd elə fikir əsaslandır. Hər birinə aid qəşəng yer veriblər, biz şəklimizi çəkə bilərik. Sanki buradan özüm balaca çəkirəm ki, misalı da rahat yaza bilim ki, əlavə vərəqdə yazanda ola bilər ki, qarışdırırsınız, elə iş dəftəri üzdə olsun. Deyir, yan tərəfləri 4 cm-dir, əla. Oturacağı da 8 cm-dir. Bunu da verdi. Belə deyir, 3 bərabər yanlı üçbucaq qurmaq olarmı? Biz nə demişik? 3 dənə tərəf verilirsə, böyük tərəf 2 dənə digər tərəflərin cəmindən kiçik olmalıdır. Burada isə baxıram ki, 8 8-ə bərabərdir. Deməli, olmaz. Çünki, yazaq, çünki böyük tərəf ilə kiçik tərəflərin cəmi bərabərdir. Kiçik tərəflərin cəmi bərabərdir. Ona görə olmaz. Keçdik ikincisinə. Belə bir şəkil verək. Deyir, yan tərəfləri oturacağından 2 cm böyük. Yan tərəflər heç birini bilmirəm nə qədərdir. Deyir, amma yan tərəflər oturacaqdan 2 cm böyükdür. Böyük demək üstə gəlmək deməkdir də. Perimetri də 10 cm verir. Yəni, x üstə gələk, x üstə gələk, x üstə 2 üstə 2 bərabərdir 10-a. Görünür, bəli. Buradan yazıram, 3x üstə gələk 4 bərabərdir 10, 3x bərabərdir 6-ya, bu da bərabərdir 2-yə. Deməli, mənim yan tərəfimin biri 4-dür. Digər yan tərəfim 4-dür. Oturacağım da 2-dir. İndi baxaq görə bundan qurmaq olurmu? Böyük tərəfi götürürəm. Böyük tərəf digər ikisinin cəmindən kiçik olmalıdır. Yəni 4 6-dan kiçikdir. Bu bəli olar. Yazırıq ki, çünki böyük tərəf kiçik tərəf deməyək, daha doğrusu digər tərəflərin deyək. Digər tərəf deyək, hə, bu doğru deyil belə demək. Digər. Böyük tərəf digər tərəflərin cəmindən kiçikdir. Yəni, kiçik olmalıdır. Demə, burada nöqteyi nəzərdən tutmuşam ona görə. Kiçikdir deyə bura doğrudur. 9-cu tapşırıq. Bərabər yanlı üçbucağın oturacağına bitişik bucağı 60 dərəcədən kiçikdir. Bir dənə bərabər yanlı üçbucaq çəkək. Oturacaq buradır. Bura A deyək, bura C deyək, bura B deyək. Deyək ki, oturacağı bitişik bucağı 60 dərəcədən kiçikdir. Elə ki, götürək 59 dərəcə. Buranı da 59, buranı da 59 götürək. Birinci C-ni tapaq. Yəni, 180 çıxılsın 59 üstə gələk 59. Bu da bərabərdir, deməli, 62-yə. Mən bu C tərəfini tapdım ki, 62 dərəcədir. Sonra deyir ki, ən böyük tərəfinin oturacağı olduğunu əsaslandır. Uyğun tərəfi çək. Ən böyük tərəfin oturacağı olduğunu əsaslandır. Buradakı ən böyük tərəfimiz bizim AB tərəflə yola çıxsan, AC ən böyük tərəfimiz burada bizim AB-dir. Çünki AB-nin qarşısı 62 dərəcə kimi götürüləcək. Bu şəkildə çəkdik. Buradan da yazırıq ki, AC ən böyük tərəfdir. Daha doğrusu AB. AB ən böyük tərəfdir. Çünki ən böyük bucaq buradadır. 10-cu. Perimetri 12 cm olan bərabər yanlı üçbucağın tərəflərindən biri digərindən 3 cm böyükdür. Tərəflərindən biri, heç bir tərəfini bilmirik, digərindən 3 cm böyükdürsə, deməli bu bərabər yanlıdır da. Bunu özü isə deyir onsuz da. Perimetri də 12-dir. Biz yazırıq x üstə x üstə x 3 bərabərdir 12-yə. Buradan 3x üstə 6 bərabər 12, 3x 6, x da bərabərdir 2-yə. Deməli, mənim yan tərəfim
5'dir. Digər yan tərəfim 5'dir. Oturacağım 2'dir. Deyir bu üçbucağı qur və tərəflərinin uzunluğunu yaz. 5, 5 və 2 santimetr oldu. Yazaq 5, 5 və 2. 11-ci sual. Lalənin bacısı metal çubuqları ucuca lehimləməklə üçbucaq düzəltmək istədi. Metal üçbucaqlardan birinin uzunluğu 15, digərinin uzunluğu 20 santimetrdir. Şimdi buradan şəkil çəkəcəm deyə bunu vərəqdə göstərəcəm. Burada şəkil çəkiləcək. Nə deyir? Deyir, üçüncü çubuğun uzunluğu verilənlərdən hansı ola bilər? Bizə verilir 15, bizə verilir 20. İndi hamısını mən bu üçü ilə birləşdirəcəm. Hamısını bir-bir göstərəcəm. Onda tapacaq ki, uyğun olar, olmaz. 5'i də yazıram. Biz deyirik ki, ən böyük tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır. Bura baxırıq, yox, 20 20-yə bərabərdir. Deməli, bu 5 olmaz. Keçirik 35'ə. Yəni 15, 20, 35 götürürük də. Bu iki dənə cüt verir bizə. Digərin bu hissələrdən seçirik biz. Böyük tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır. Baxıram ki, yenə bu da 35, 35'ə bərabərdir. Deməli, bu da olmaz. Üçüncü 20, 15, 25. 25 kiçikdir 20 üstə gələk 15'dən. 25 kiçikdir 35'dən. Bəli, 25 35'dən kiçikdir. Bu oldu. Bir də 38 qeyd edib. 20, 15, 38. Ən böyük tərəfim 38'dir. Kiçik olmalıdır 20 üstə gələk 15'dən. 38 kiçikdir 35'dən. 38 35'dən kiçik deyil. Böyükdür. Ona görə bu da alınmadı. Deməli bizim oldu 15, 20 və 25 santimetr. Deyir, Lalə bu üç bucağı bir bölünsün 10 miqyası ilə çəkmək istədi. O üç bucağın bir tərəfinə çəkdi. O biri üç bucağı qurmaqla şəkli tamamla. Yəni burada bir şəkil qurmalıyıq. Deyək ki, biz 10 miqyası deyirsə, deməli hər tərəfi biz 10'a bölməliyik. 15 bölünsün 10 bərabərdir 1,5. 20 bölünsün 10 bərabərdir 2'yə. 25 bölünsün 10 bərabərdir 2,5'ə. Deyək ki, biz burada AB-ni versin ən böyüyü 2,5. Görünür buradan. AB bərabərdir 2,5'ə. AC-ni götürək 2. BC-ni də götürək 1,5. Pərgərdən istifadə edərək bunda biz qurmalıyıq. Xəttkeşi tapsan. Burada baxırıq ki, bu neçə santimetrdir. Bax, görürsən, 2 santimetr onsuz da verib sənə. AB-miz 2 santimetrdir. Yəni, yazırıq ki, AB 2 santimetr. AC-ni tapırıq. C nöqtə demişdik ki, yuxarıdır. AC 2,5 olmalıdır. Niyə belə yazıblar? Onda qiymətlərin buradakını dəyişək. Qiymətin heç dəyişməyə burada AC yazıq. Heç bir fərqi yoxdur. Çünki bunu mən ölçməmişdim. Ona görə elə bilirəm ki, onlar özləri verir. 2 santimetr verir. AC-ni də 2 santimetr verir. Olsun, bura B nöqtəsi olacaq. Heç bir fərqi yoxdur. Mən üçbucağı deyək ki, AC B kimi qurmaq istəyirəm. Və ya AB C kimi qurmaq istəyirəm. AB-yə 2,5 verir. Gəl 2,5'i burada qeyd edək. Görürsünüz buradan tam əla. 2,5 azca belə eləyək. A, B'ni tapıram. A'nı tapıramsa qoyduq bura. Bu şəkildə çevrəyə tamamlayaq. Bura oldu 2,5. Sonra BC-ni də 1,5 verir. BC-ni 1,5 verir. Bu şəkildə. CB-ni deyə fərq yoxdur. BC, CB bu şəkildə qoyduq bura. Onda qurduq. Burada oldu 1,5. İndi biz bu həmin nöqtəni birləşdirməliyik. Fikir versəz 2,5'dir.
Fikir versəz 1,5-dir. Demək olar ki, düz bucaqlı 3 bucaq alınıb. Bax bu şəkildə uşaqlar. Ümid edirəm ki, hər birinizdə aydın oldu. Çox maraqlı və gözəl bir dərs idi. Kanalıma dəstək olmağı unutmayın. Son vaxtlar nəsə mənim kanalımda əvvəlki aktivliyi görmürəm. Ona görə hər birinizdən kanalımın yenidən canlanması üçün dəstək istəyirəm.